Nəmləndirici krem demək olar əksər vizaristlərin istifadə etdiyi nəmləndirici kremdir. Bu arada üzünüzü nəmləndirdikdən sonra mütləq maksimum 10 dəqiqə keçməsini gözləyin ki, dərinizə yaxşıca hopsun. Məndə Tarteın medium rəngidir. Sabitləyirəm, keçirəm göz kölgələrinə. Fırçanı gözünüzə tətbiq edərkən çalışın çox basmayın. Gözümün üzərini mən ağ sevirəm deyə bu highlighterdən istifadə edəcəm. Belə bir halın üzərinə tətbiq edəcəm. Fırçaya ehtiyac yoxdur mənə görə bunu tətbiq edəndə. Keçirik. Çox sevdiyim, bəyəndim Dior'un Stick tonal kreminə. Məndə bu rəngi 2CR. Çox bəyənirəm bunu. Örtücülüyü mükəmməldir. Teksturası çox yumşaqdır və gün boyu da üzdə qalır. Çamla yayıram. Çox mükəmməl və həqiqətən viral olmağa layiq məhsuldur. Yaxşı oturması üçün sponjdan istifadə edəcəm. Mənim istifadə etdiyim sponj Real Technique'in sponjudur. Yumşaqdır. Çalışın sponjunuzu yumşaq seçin. Sərt sponjları mən bəyənmirəm. Gözümün üzərinə istifadə etdiyim konsileri həmçinin göz altıma da istifadə edirəm. Və son olaraq konsileri bu hissələrimizə Linerə başlayarkən əvvəlcə onu deyim ki, gözünüzü bu şəkildə dartmağa ehtiyac yoxdur. Bu şəkildə dartıb liner çəksən, gözünüzü buraxdıqda xoş bir görüntü olmayacaq və düşündüyünüz ki, düz liner çəkmişəm, o əslində əyri olacaq. Ona görə də çox ehmalca tutmaq lazımdır. Sadəcə dəstək vermək üçün və bu şəkildə etməyiniz bəs. Buradan bura gəlmir, buradan belə gedir. Bu şəkildə. Və əsas hissə. Biz bunu belə birləşdirməliyik. Amma bunu siz belə düz aşağı gətirsəz, ola bilər ki, uğurlu alınmasın. Ona görə də biz risk etmirik. Sadəcə belə bir düz xətt çəkirik buradan. Düz, sadə düz aşağıya gətirməyə ehtiyacınız yoxdur. Sonra bunu belə aşağı birləşdiririk. İçini doldururuq. Fikir verdinizsə, əlimi sadəcə dəstək üçün buradan tutmuşam, amma belə qaldırmamışam. Və salam. Sonra isə davamında bunu istədiyiniz qədər uzada bilərsiniz. Uzatmağı öncədən düşünməyin. Linerinizi çəkin, ondan sonra digər şeyləri eləmək sizə daha rahat olacaq. Bu şəkildə. Və salam, biz əsas hissəsini tamamladığımız üçün kiprik diblərimizə yaxın olan yeri də doldururuq. Düz xətti çəkdiniz buradan. Tam ortadan. Belə yuxarıya doğru düz xətti çəkdiniz. İstəsəniz biraz yuxarıdan da götürə bilərsiniz. Bu sizin istəyinizlə bağlıdır. Və sadəcə buradan bura gələn hissəni düz çəkin. Aşağıya doğru əyməyin. Çünki ola bilər ki, sizin göz qapağınız buna müsait deyil və əyri alına bilər. Ona görə də mən ən gözəli baxın, belə gözü yumduqda bu hissə düz görünür. Düz xətt çəksəz, o hissəsini də gözünüzə birləşdirsəz sizə daha rahat olacaq. Və bu arada sizə deyim ki, tam düz ideal liner çəkmək istəyirsinizsə, məsləhət görərdim ki, bunlarla çəkəsiniz. Bu məndə Inglot'un 30T nömrəsi olan fırçasıdır. Bununla həqiqətən də liner ideal çəkilir, heç bir əyrilik olmur. Məsələn, burada azca ola bilər. Bu belə dümdüz edir lineri. Shiglam'ın bu yanaq üçün olan rəngini bunlardan istifadə edərkən belə yuxarıya doğru hərəkət etdirin ki, üzünüz yuxarı görünsün. Sonra mən istifadə edəcəm Chanel'in bu krem bronzerini. Çox bəyənirəm. Kölgə vermək üçün. Keçirəm transparan pudraya. Nəzərinizdə olsun ki, bunları üzə vurduqdan sonra transparan pudra vurmaq lazımdır. Yəni siz transparan pudra vurub üzərindən bu krem bronzeri və yaxud da tinti vuranda sizin üzünüzdə bu qabıqlana bilər, yaxşı bir görüntü olmaya bilər, çopur-çopur qala bilər. Ona görə də nəzərinizdə olsun ki, ilk etap hansıdır. Transparan pudra isə Huda'nın yeni çıxmış pudrasıdır. Pink rəngdədir.
bildirim ki sizə əslində pink pudralar göz altını daha yaxşı göstərir. Yəni bozartmır. Amma ağ rəngdə olan transparan pudralar isə daha çox gözünüzün altını bozarda bilər. Ona görə də pink rəngdə olanı daha çox məsləhət görürəm. Bunları əslində bu şəkildə belə keçirdib, bura keçirdib sonra eləmək lazımdır. Son dönəmlərin viral olmuş məhsullarından biri Yves Saint Laurent'in belə bir ənliyidir. Çox gözəl rəngdir. Əvvəlcə sizə bir sir açım. Makyajınızın üzünüzdə tam makyaj kimi görünməsini istəyirsinizsə, onu bilmədim necə izah edeyim. Yəni belə tamamlanmasını istəyirsinizsə, püf nöqtəsi bilirsiniz nədir? İndi sizə göstərəcəm. Bronzeri üzümüzə zaten tətbiq edirik. Həmin elə bu bronzeri də götürürük. Fırçamızı bu şəkildə sıxırıq və alnımızın bu hissələrinə, saç diblərimizə yaxın bu şəkildə tətbiq edirik. Və o zaman üzünüz daha balaca görünür, makyajınız tamamlanmış görünür. Keçirəm ənliyə, Yves Saint Laurent'in ənliyinə. Çox gözəldir. Bilmirəm, rəng buradan ora ötürülür yoxsa yox. Belə azca içində zərlər də var. Başqa bir fırçamı götürüb bütün üzümə belə hərəkətlər eləyirəm ki, sərt keçiş olmasın. Əvvəlcə elə əlimlə burnumun ucuna tətbiq eləyirəm. Benefit, Bad Girl istifadə edəcəm. Maskaranı açarkən belə eləməyin. Çünki bu içərisinə hava dolmağa səbəb olur. Maskaranız da tez quruyur. Qaşlarımı cüzi şəkildə darayacağım. Bronzer olaraq bu arada seçim eləməkdə çətinlik çəkirsinizsə, Benefit'in bu markası var. Hola. Bunun rənglərini yoxlaya bilərsiniz. Çox qəşəngdir. Biraz da üzərindən boyundan keçəcəm. Amma hər hansı bir qəhvəyi rəngdə karandaş vuracağım. Adı Diyin adı. Tyson karandaşını vuracağım. Nars'ın ən sevdiyim rənglərindən olanı vuracağım. Le Freak rəngi. Sonra istəyirəm üzərindən Beauty'dən bu rəngi vurum. Bu rəng belədir. Çox qəşəngdir. Nömrəsi də 07. Bu özü pomada formasında olsa da dodağa vurduqdan sonra sanki glosa çevrilir. Belə. Makyajımız belə oldu. Ümid edirəm sizə faydalı məlumatlar verdim. Nəticələriniz inanıram ürəyinizcə olacaq. Sağ olun.